Bütün bizi izləyənləri salamlayıram. Bugünkü bizim mövzumuz yenə də təkə-təkdə ən yaxşı oynayan Azərbaycan nömrə 1 klanından olan oyuncular olacaq. Təkə-təki seçirik burada. Gördüyünüz kimi hal-hazırda keçən mövsüm 50 ulduz alan təkə-təkdə və bu sezonda qarşı ataq təkə-təkdə 50 ulduz alan Roysini çəkirik. Raul da adı bu qardaşın. Təkə-təkdə 61 ulduz, qarşı ataqda 50 ulduz. Hesabı baxın belədir. Mbappe, Gareth Bale, Ginola, Marquez, Zidane, Rivaldo, Capdevilla, Blanc, Lucio, Thuram, Van der Sar. Yəni oynayanda əsas bəzərlərə diqqət etmək lazımdır ki, rəqibi rahatlıqla keçə biləsiniz. Sonra hal-hazırda 50 ulduz. Qarşı ataqda təkə-təkdə Əlirza 777. Təkə-təkdə 60 ulduz, qarşı ataqda 60 ulduz. Son, Papin, Gareth Bale, Hamsik, Ginola, Zidane. Demək olar ki, burada artıq 6 dənə oyuncu ucuma meyilli oyuncudur. Sol bekdə Davis'di, Kompany, Barzağı, Zambrotta, Şesni qapıda. Və hesabı belədir. Bunları çəkirəm ki, yəni siz də bu videolara baxasınız. Bunlar Azərbaycanda nümunəvi oyunculardır. Üçüncü hesab Vahid. Vahid burada qarşı ataqda 50 ulduz. Gördüyünüz kimi 50-dən yuxarı yazmır ilkin baxışda. Təkə-təkdə 50 ulduz, texnik direktor modunda 50 ulduz. Üçündə də yəni yuxarı səviyyədədir. Qarşı ataqda 78 ulduz. Təkə-təkdə 55 ulduz. Hesabı baxın belədir. Ronaldinho sol bek sol kraydadır. Ucumda Eusebio Centralni'də, Messi sağdadır. Mateus, Bellingham, Zidane, Maldini sol bekdədir. Van Dijk, Lucio, Thuram, Buffon çox super hesabdır və onu da qeyd edeyim ki, oyuncularda bəcəriləri dəyişikliklər olub. Növbəti videolarımızda bəcəriləri də tam bütün sastav oyuncular dəyişiləndən sonra sizə çəkib göstərəcəm. Təkə-tək yenə qoyuruq buradan. Smert Həsən 4105 xal. Baxın, qarşı ataqda 55 ulduz, təkə-təkdə 50 ulduz. Son, Eusebio, Gareth Bale, Valverde, Musiala, Hamsik. Burada görürsünüz ki, o bir hesablarda bir fərqlilik var. Hernandez, Barzağı, Marquez, Thuram və Neuer. Bu tam fərqli bir hesabdır. Oyuncuları da artıq siz maks eləməlisiniz ki, daha yaxşı oynasın. Klan sahibi Nəsibovu göstərəcəm. 8 ilin oyuncusu. Gördüyünüz kimi 118 genlə qarşı ataqda 97 ulduz. Təkə-təkdə hal-hazırda 50 ulduz. Texnik direktor modunda 50 ulduz. Demək olar ki, bu oyunda artıq bütün nailiyyətləri qazanıb. Cristiano Ronaldo sol kraydadır. Cruyff, Messi, Mateus, Zidane, Bellingham, Maldini, Beckenbauer, Lucio, Thuram, Lev Yashin. Hesabı belədir. Siz də kimə də lazım olanda bu oyuncuları izləyirsiniz, bu hesablara baxırsınız və klan oyuncularına deyirəm. Baxın hesablara, nəticələri də göz qabağındadır. Qarşı ataqda 64 ulduz Məmmədov, təkə-təkdə 28 ulduz. Son, Cristiano Ronaldo, Gareth Bale, Bellingham, Toure, Zidane, Cole, Beckenbauer, Lucio, Thuram, Van der Sar. Burada 1-2 dənə oyuncu gördüyünüz kimi fərqli oldu və taktikası da başqa cürdür. Rəvan 040. Rəvan 040 20 ulduz. 28 ulduzda təkə-təkdə, qarşı ataqda 60 ulduz, 116 gendir. Qəşəng sastavı var. Van Basten Forlan dəyişsə lap gözəl olar. Bu oyuncunun da gördüyünüz kimi sürəti normaldır. Hamsik, Gullit,
Davis demək olar ki, hər sastavda var, amma siz Davisi almayın. Çünki Davis zəifləyib. Kompany, Blank, Zambrotta, Van der Sar. Van der Sar da yəni artıq zəifləyib. Van der Sarın yerinə yeni etkinliklərdə Van der Sar gələndə dəyişmək lazımdır. Van der Sarda biraz dəyişikliyi var. Klausu çəkəcəm. Hesabıdır. 24 ulduz təkə-təkdə, qarşı atakda 12 ulduz. Burada gördüyünüz kimi tam fərqli bir hesabdır. Sokrat 117. Sokratı burada yəni göstəriciləri də çox qəşəngdir. Sokrat mənim çox sevdiyim oyunculardan biridir. Hernandez, Ferdinand, Marquez, Thuram, Donnarumma çox qəşəng bir hesabdır. Yəni burada çətin bir şey yoxdur. Canlıya gəlirsiniz, sual verirsiniz ki, hesab necə olmalıdır? Biz də burada sizə çəkib paylaşırıq. Hala Madrid 20 ulduz təkə-təkdə, qarşı atakda 22 ulduz, 116 gen. Barcola, Forlan, Pupsic, Valverde, Kirmik, Çalxanoğlu, Zambrotta, Blank, Marquez, Thuram və qapıcı. 300 xaladır, bunu da götürmək olar. Əgər artıq xalınız varsa 300 xala onu götürə bilərsiniz. Təkə-təkdə normal durur Savicin kartı. Çalışın yəni müdafiəni artırın ki, siz müdafiədə yaxşı oynayasınız ki, daha yaxşı olsun. Amilin hesabıdır. Qarşı atakda 10 ulduzdur, təkə-təkdə 16 ulduzdur. Hal-hazırda olduğu mövqeyidir, çünki sezon alıb bitməyib. Son, Forlan, Ronaldo, Gareth Bale, Vieira, Valverde, Lizarazu, King, Kompany, Zambrotta və Savic. Hesab baxın belədir. İstəsə oynasa, yəni 50 ulduz da ala bilən oyuncudur. Sonra Elçin oğlunun hesabı. Elçin oğlu 14 ulduzdur təkə-təkdə, qarşı atakda 7 ulduzdur. Burada gördüyünüz kimi artıq bir balaca fərqlidir. Son, İbrahimovic mərkəzdədir. Gareth Bale, Lampard, Gilberto Silva, Gullit, Hernandez, Guardiol, Barzagu, Carlos Alberto, Torres, Van der Sar. Demək olar ki, yəni hesablarda çox belə güclü dəyişiklik yoxdur. Çünki hamı eyni oyuncuları alır. 0.52 yaşma. Təkə-təkdə 12 ulduz, qarşı atakda 7 ulduz. Forlan, Gareth Bale, Zidane, Gullit, Rijkaard, Best, Nuno Mendes, Van Dijk, Barzağı, Zambrotta, Lev Yashin. Burada gördüyünüz kimi sastav çox belə oyuncular qızılı görsənir. Çox qəşəng Zalatoy görsənir burada. Sonra təkə-tək. Manchester United. Manchester United'də gördüyünüz kimi 12 ulduzdur. Təkə-təkdə, qarşı atakda 10 ulduz. Burada demək olar ki, çox böyük dəyişiklik yoxdur. Yalnız və yalnız burada Veron bir dəyişiklik. Demək olar hesablarda eynidir. Van Basten'i sizə göstərim. Sürət, dribling, fiziki təmas normalnidir. Bu çox qəşəng. Van Basten daha yaxşı. Sonra təkə-tək çalışaram hamını yığım. Sadəcə olaraq videoya sığışmır. Fərhad 2 ilin oyuncusudur, gördüyünüz kimi hər sezon 20 ulduz götürür. Qarşı atakda 20 ulduz. Təkə-təkdə 12 ulduzdur. İşlə güclə bağlı çox rank eləyə bilmir hal-hazırda. Ronaldo, Ginola, Iniesta, Vieira, Marquez, Bellingham, DG, Guardiol, Barzağı demək olar ki, sastavı bir başqadır. Fərhad özü istədiyi oyuncu ilə oynamağı bacaran bir oyuncudur. Təkə-təkdə. Və Trabzonspor 10 ulduzdur. 11 ulduz, qarşı atakda 50 ulduz. Bu hal-hazırda taktika qarşı atak üçündür. Təkə-tək üçün deyil.
Yəni bunları birləşdir. Burada görürsünüz bir neçə dənə oyuncuda artıq dəyişiklik var. Bax Köyker isə görürsünüz artıq ucumda burada. Mən sizə göstərirəm ki, yəni oyuncular hara kimi gələ bilərlər. Bu bizim Qədirin hesabıdır. Təkə-tək 10 ulduz, qarşı atak 55 ulduz. Nico Williams, Cristiano Ronaldo, Messi, Bellingham, Zidane, Kroos, Lucio. Sol bek dəyişiləcək. Thuram yerindədir. Hamıya məsləhət görürəm, ala bilər. Qapıda Buffon, hesabı da normalni və gözəl hesabdır. Klan haqqında deyəcəm. Bu da mənim hesabımdır. Gördüyünüz kimi. Son, Isaac, Gareth Bale, Vieira, Sokrat, Mauricio, Davis, Vidic, Van der Sar, Blanc, Thuram. Bu hesabda mən sizə deyim. Davis dəyişiləcək, Mauricio dəyişiləcək, Vidic dəyişiləcək. Və bir də yeni inşallah sezonda, bu sezonda Thuramın 118 kartı alınacaq. Düşünülür. Yaxşı mo gəlsə Mauricionu dəyişəcək. Və yaxud ola bilər ki, mərkəzdə hücumçunu dəyişək. Van Basten, Thuram, yəni hal-hazırda fikirləşirəm bu hesaba. Bu hesabla hal-hazırda çox rank eləməmişik. Çempion 6 ulduz, qarşı atakda 8 ulduz. Mən sizə çəkib göstərirəm ki, yəni görəsiniz. 15 milyard hesabda coins var, 42.000 cəfər var və düzgün şəkildə oynayırıq. Mən məsələn bir etkinlikdən bir oyuncu götürürəm və yaxud da hər etkinlikdən bir dənə oyuncu götürürəm. Burada gördüyünüz kimi 1394 parçam var və burada parçaya gedən oyuncularımız var. Gördüyünüz kimi Hernandez ola bilər oynadaq, hələ sual işarəsidir, dəqiq bilmirəm. Bu oyuncu nəqdi gedəcək takasa. Hal-hazırda bir 2000-ə yaxın buradan xalımız olmalıdır. Videonu izləyin, like edin və baxın. Oyuncu alanda nə lazımdırsa bu hesabları hazırdır. 710 xal buradadır gördüyünüz kimi. 2100 xalımız var hal-hazırda və etkinlik başlayanda burada aktivitetlərdə göstərim sizə 10 xalı götürmək lazımdır. Sezon başlayanda bizə artıq 28 gün gələndə 280 xal artıq buradan gəlir. Yəni bir oyuncu ən azından öz hesabınıza qoya bilərsiniz, artıra bilərsiniz. Sadəcə olaraq düzgün oynamaq lazımdır. Bu videonu izləyin ki, səhvlər eləməyəsiniz. Oyunda da bəzəri hərəkətləri yenilənib. Siz artıq bu hesablara baxanda həmən hesabı yazırsınız məsələn. Orada artıq belə deyim də, məndə hal-hazırda yeni oyuncu Vieira'dır. Baxırsınız məsələn, mən hansı bəcərini vermişəm bura. Burada mərkəzdə orta sahadır məsələn məndə. Bir də 2 yönlü. Bunu hələ bir səviyyədə artırmaq lazımdır. Artıq Mascherano dövrü bitib. Gördüyünüz kimi xal hesabıdır. Ən axırıncıda artıq bu oyuncuda 700 xal istəyir. 2000 səhv eləmirəmsə 100 xala başa gəlir bir oyuncunu tamamilə artırmaq. Videoya hələ də hesabımıza, YouTube hesabımıza abunə deyilsinizsə, abunə olub like atmağı unutmayın. Yeni videolarımız bizimlə siz üçün gəlsin. Klan haqqında da mən yenə deyirəm, klana gəlmək istəyəndə bir daha vurğulayım. Klana daxil oldun, klana daxil olan kimi 15 qarşı atak oynamalısan ən birinci gün. 7 təkə-tək, 7 texnik direktor modu. Onun sabahsı günü yenə bir 10 dənə qarşı atak, təkə-tək oynamalısan 8 oyun, 8 oyunda texnik direktor modu. Artıq görəcəksən ki, 1800 xal yığılıb. Bizdə yəni klanda 1800 xal yığmayan oyuncunu həftəlik çıxardırıq. Yəni burada inanın mənə elə də çətin bir məsələ deyil. Mənim hal-hazırda öz xalımı göstərəcəm sizə. Mən 1800 xaldan gördüyünüz kimi bura 3660 xal qoymuşam. Deməli, burada ödüllər bölümünə daxil olursunuz. Buradan 3 xətti seçirsiniz və burada aktivite puanına baxırsınız. Mən hal-hazırda 50 xaldan sonra tək-təkdən mənə xal gəlməyəcək.
Qarşı atakda yəni 900 olacaq. Texnik direktor modunda gördüyünüz kimi bu 545 oyunlarım qalıb. Bax, reklamları izləmək, sonra oyunçu almaq, transfer bazar uzmanında məndən xal gəlməyib. Dostluq maçları oynamaq lazımdır. Sonra təkətək harikası verəcək avtomatik yollar oynadıqca bunlar avtomatik gələcək. Qarşı atak az. Texnik direktor modunda strateji, etkinlik mücadiləsi, bəcəri oyun uzmanı, onlar oynadıqca avtomatik gələcək. Çətin deyil. Sadəcə olaraq oynamaq lazımdır. Və buradan hal-hazırda 775 min xalımız var. Biz də burada bütün klanda təmiz oyunculardır. Hal-hazırda dünya sıralamasında 100-cü yerə düşmüşük. Buna səbəb bəzi oyuncuların yenə də tam-tamlığı ilə oyunun oynamağıdır. İnşallah bunlar aradan qalxacaq. Hər sezonun axırında ən azından bir 10 nəfəri dəyişirik. Biz istəmərik yəni sizi dəyişək. Çalışın yəni oyunlarınızı oynayın ki, klanda qalın. Uğurlar hamıya.